Salamünaleyküm əzizlər, Məhəmməd Əli TV kanalına xoş gəlmisiniz. Kanala abunə olub və videoları bəyənməyi unutmayın. Günləri yenə bazar günüdür. Sabunçu bazarındayıq sizlər üçün bax. Qəssab baltaları var. Onları çəkib göstəririk. Kəsənlər də var. Külük də var. Külük də var. Yəni burada gördüyünüz kimi ağac kəsmək üçün, ağac doğramaq üçün, budaqları yotmaq üçün hər şey var. Qiymətlərini siz üçün bir-bir soruşarıq. Daha neçədir bu? O Külünc 15 manat. 15 manat. 10 manat. Mişarların biri 10 manat. Qəssab baltası 80 manat. Qəssab baltası budur da, ha? Hə. O harandır? Bu bizim bir yer. Bizim de ha? Hə. Savidin değil ki. Sovet'in de Sovet bizim. Köyünə baltadır da, bəz onu demək istəyirəm, harandır? Biz peçatı zadı yoxdur axı. Mesela şeyleri sürtülürler ne değil. Ha, sürtmüş sürtülü. Taş baltası da var orada taş baltası. Daş baltası. Bu daş baltası bu olar. Ha orada. Bu neçədir? Birim var. 20 var. O dəhrə deyirlər, mən gəldilər ondan sonra. Hindistanski dəhrə, kinolar zadlar çəkirlər. Onlar axşam. Bu neçədir bildik? O 20 var. 20 var. Çəkiclər var. Bu balta neçədir? Tələsmə day. O 30 manat. 30 manat. Bəs bu? 25 manat. 25 manat. İndi bu soruşduqlarım harandır? Bunlar hamısı Sovet ittifaqı. Hamısı səndə təzə balta yox. Yox, konuşuyorum vallahi. Köhnə baltalardır. Bunların da üstünü şkolkalamısan. Ətəsən abi. Özün də çək ruhsat malı. Hə, rüsət malıdır. Deyilə daha özüdür. Sovedin malıdır deyilə. Bilirəm ha, daha narahat olma. Gəl çıxacam bura. Bu da Rusunda. Rusunda evet. Bunlar hamı komisyonda qalmış. Səsinə bax. Səsindən bilinir. Bir də baltaların qopları var orada. Bunlar neçədir? Balta da 5 manat. Çəkic? Çəkil 10 manata da böyük. 10 manat. Bu balacadır. Bu balacadır axı. Yox, balaca o deyil. Balaca ondan da balaca. Ha, böyüyü budur ha. Bu 10 manatdır. Bir dənə böyüyü var da 10 manat. Ha. Sonra bir de bundan var. Bu harandır? O da Sovet. Bu da Sovetdir. Bu həm çəkişdə həm də balta. Bu ustalar üçündür da. Bəli. Kırışabran Hə. Ha, bu neçədəndir? 30 manat. Kaç verir abi? 15 manat. Ha? Kaç verir abi? Bu işləməyəndə mən fot verir. Bunu elə vurursan, köynə və təzə olduğunu bilirsən. Bunu şkolkalayıb dayı. Çünki bunlar paslı olurlar, köynə olur. Üstlərdə paslı olur, məcburdur üstlərini şkolkalasınlar. Görsən hələ də qalıb üstündə. Neçədən var? 15 manat. Bu peçat da var üstündə. Bilinir ki, köynənindir. Çəkiş neçədir? Böyük. Topoşlu. 15 manat. Bu çəkiş var. Burada burada yontan var. Bu neçədir da? 20 manat. 20 var. Yani 20 var. Bıçaqları zaten. Da onu da bırak. Neçə bu da, ha? Allah bu ne? Ha. Çinkaçkun balta. Neçədir bu? O 50 manat. Belə balta var burada 50 manata. Alo. Tamam oğlum. Lağım Sabunçu bazarından əldə edə bilərsiniz. Darın nömrəsini yerləşdirəcəm video. Çalışın nömrələri videodan götürün əziz izləyicilər. Yazırsınız ki, satış nömrəsi verin. Məndə olmur. Çalışıram sizlər üçün video yerləşdirim nömrəni. Nömrəni denən də. Topon çekici de var. Nömrəni denəsən zəhmət olmasın. 70 nə? 070. 373 68 91. Tələsmədən 070 373 373 68 68 91. 91. Dani nömrəsidir. Balta, dərə, nə bilim nə lazım olsa, yəni dani əlaqə saxlayın, əldə edə bilərsiniz. Pəncərə də var. Çatdırma var? Pəncərə. Çatdırma var deyil. Ya özlər gəl var. Hansı idi bəyalar göstərdin dediyin? Bu idi.
O neçədir? 15 manat olur. Ondan bir de var. 15 manat. 15 manat. Çok hoş. Sonra o pencere var. Evet, bak. Göstərəcəm onda, narahat olma. O neçədir? Pencere Ha. 100 manat. 100 manat. Allah'ın olsa aşağı yeri olurlar. Allah. Razılaşma olur da. Bazar olsun da. Sən zəng gələ, yenə deyirəm. Burada da belə bıçaqlar var. Atlarımın qəbrindən and olsun, sənin işi düzəldəcəm. Belə bıçaqlar var. Bərpa olunacaq. Belə et doğrayanlar, soğan doğrayanlar, yəni hepsini- hamısından var burada. O danışdığı sözünə görə. Burada hamısı var. Böyle şeyler var burada. Sən narahat olma. Pulu Şeyler var, götür bazı gəl. hamısını Sənə gəlib bir sağ olsun götür gəl bazarından bura. əldə edə bilərsiniz. Sarpa eləyəcəm. Və bundan da səni balacaları var. uzaqbaşı. Ünsiz, Sən rahat. mayın 20-sinə sən, 25-inə sənə. Kartun da bərpa olunacaq, pensiya da bərpa olunacaq. Nə qədər kəsilmişdi indiyəsən, onlar da bərpa elətdirəcək. Yaxşı, amma Kur'an firmaların adıdır. mən sənə nə deyirəm? Belə Deyirəm ki, bıçaqlar. əgər mən kişi oğluyam, əgər bu şeyi Gəlib bunlar da bazardan hamısını əldə edə bilərsiniz. Dezlər, balta, kıvatlar, satlar, hər şey var. Gəlib bunları Sabunçu bazarından əldə edə bilərsiniz inşallah. Bax belə bıçaq itirəyanlar var, gözəl insanlar. Bunlar da hamısını Sabunçu bazarından əldə edə bilərsiniz inşallah. Sən necə? Mən onun üçün o günü məktub yazmışam. Gəlib o günə ki, durun mən sordan Və burada da baltalar, şişlər, köynə Savidin baltaları var. Peçatlar üstündə, hamısı üstündədir peçatlar. O belə ət doğrayan var, ağırdır, həm də ət rahat kəsir. Yüngülü elə də yaxşı olmur, bunun ağır çox gözəl olur. Burada belə bıçaq var. Yəni bu bıçağı da burada əldə edə bilərsiniz. Sonra qəssab baltaları var. Qəssab baltanı da gəlib əldə edə bilərsiniz Sabunçu bazarından. Qəssab baltaları, sonra belə açarlar var. Böyle rolun açarlar var. Yox, mən sizə dedim ki, orada da dedim. Dünən Səhv eləmirəmsə, sən sənədləri də götürüb gəlirsən, pulu da götürüb gəlirsən. nəsə aşına nazarına qoymaq üçün bu. Gördüm mən pulu ödəmişəm. %100. Ki, O belə nəsə dəmirdən çəkir. Muhtar neçə verirsən? təzədən sənədi bırakdım buraya. Böyle çəkişlər. Şimdi mesela bir adamlar var sana bir var. Bu belə qayçı var. Onu çəkmirəm. Belə qayçı var. Bu qayçını da gəlib bunu da edə bilərsiniz. Şişlər, azadları, burada belə yekə şişlər var. 20 köyde ev doluydu. Kol bağlar 20 qəpik oldu. 20 qəpik yaz oldu. Belə bıçaqlar var. Düzüklər var. Kol bağlar. Böyle bıçaqlar var. Ha, sabah gəl. Həmin yerə gəlirsən oraya, orada da oturacaq. Böyle bıçaqlar. Bu bıçaq getmir düzün sözü. Nəysə bir turistin adı var ya bunun. Böyle ağırdır özü. Ağırları çok qəşəngdir. Aldım, ödədim, çəkirdim. Bu böyle lomlar, ne bileyim böyle durelinin nəyini bilmirəm. Ülkel preparatının nəyində. O böyle açar var. Ve ip aktarırsız, böyle ipler var Sabunçu bazarında. Torbalar, lapatkalar, böyle yabadır ne değil. O böyle şey var. Bilirsiniz. Hamı Sabunçu bazarında güzel insanlar. Böyle su altı var. Hamı Sabunçu bazarında, gəlib Sabunçu bazarından bunları daydan hamısını əldə edə bilərsiniz inşallah. Altı bazar işləyir. Altı bazar dayı burada olur. Altı bazar gəlib daydan bunları hamısını əldə edə bilərsiniz. Qassab baltaları, bıçaqları, açarları. Ürəyiniz nə istəyir, burada Sabunçu bazarında var. Bu belə açar var. Görürsünüz. Burada hər cür açarları var. Hər cür açarları var. Bu nədir? Bu da yəqin bunların kağızı zadıdır da. Səhv eləmirəmsə. Altı bazar gəlin, bunları daydan əldə eləyin inşallah. Ha burada da balta var. Bu neçədir dayı? 15 manat. Burada böyle balta var. Bu
daş qırmaq üçündür, yoxsa daş kəsmək üçündür, nə üçündür bu? Daş kəsmək. Daş kəsmək üçün. Nə istəyirsən, nə qədər. Hə, bilinir ki, köynə baltadır. Orijinaldır. Əgər Bu bilinir ki, köynə baltadır. Bu da həmçinin köynədir, düzdür da? Bunlar bilinir köynə baltadır. Bunlar da hamısı köynə olar yəqin. Gəlib babaları Sabunçu bazarından əldə edə bilərsiniz inşallah. 15 manat. Ət baltası da bunlar ha. Satsan elə ət baltası. Bu neçədir? Bu 12 manat. Bu 12 manat. Sap da var. Sapı da istəsən saplayıb verərəm. 2 manata sapır. İkisi sapla birlikdə 10 manat verər. Yox, mən almıram, mən çəkiliş edirəm. Müştərilər üçün, zaten gəlib buradan əldə edib aparırlar. YouTube kanalı üçün. Bunlar hamısı Sabunçu bazarında bir gözəl insanlar. Göstərməyəcək. Məhəmməd Əli TV-dir. Yox, sizi yox, mallar ancaq mallar. Mən bir də verəcəm. Bu neçədir? O 15 Bu da köynədir. Mən qabına ver, onu yoxlayır. Bir dənə bunu da yoxla. 3 manat. Ha, böyle. Bu da həmçinin. Bunlar da hamısını balta, bıçaq, ət doğrayan, ət kəsən, bunlar hamısı Sabunçu bazarından əldə edə bilərsiniz gözəl insanlar. Sabunçu bazarı 6 bazar işdir gözəl insanlar. Kanala da abunə olub və videolarda bəyənməyi unutmayın ki, bizlər sizlər Sabunçu bazarından gəlib öcür əşyaları çəkib paylaşaq.